Bir şəxs dayanıb, Allaha inanır. Qəlblə inanır ki, yerin göyün xaliqi Allahdır. Allaha təvəkkül edir. Bu dünyada nə qədər zalim var, nə qədər şərəfsizlər var olsun, nə qədər bunların silahı olur olsun, nə qədər gücləri olsun, amma mənim Allahımdan müqayisəyə gəlməz. Mənim Allahım yerin göyün sahibidir. Qüdrət onun əlindədir. Bir adam bu əqidəyə malikdirsə, tək də olsa belə olmalıdır. 1000 nəfər arxasında olsa belə olmalıdır. Əgər yox, tək olan vaxtı danışmır. Sözün deyə bilmir. Çünki nəyə görə söykənəcək yeri yoxdur, amma 1000 nəfər görəndə danışır. 1000 nəfər görəndə söhbət edir. Adam görəndə ətrafında danışır, bu müşriklikdir. Yəni o 1000 nəfərə imanın var, Allaha imanın yoxdur. O 1000 nəfər, 10.000 nəfər çox oldu, ona iman edirsən, amma yerin göyün xaliqinə, bizi yaradana, kun fəyakunun sahibinə, ol deyəndə olur, ona inanmırsan. Vallahi bizim əqidəmizdə, bu cəmiyyətdə olan o bəzi insanlar və əqidələrində problemlər var.